Salam değerli dostlar. Bugün Berlin'in Azadlık Kongresi'nde iştirak ettik. Biz Azərbaycan Xalq Parlamenti təmsil edirdim və müqavimət hərəkətini. Cürbəcür fəallarla görüşdük, danışıq apardıq, özümüzü tanıtdıq. Rusiya liderlərindən də hətta görüşdük, özümüz haqqında danışdıq. Bu qədər. Bugün çox önəmli bir kongres keçirdi. Azərbaycan, necə deyirlər, müxalifətindən də, demokratik qüvvələrindən də, fəallarından da qatılanlar var idi. Belə. Berlində bir həftə demokratiya həftəsi keçirilir, demək olar ki, azadlıq. Və onun çərçivəsində Azadlıq konfransı keçdi. Böyük bir konfrans keçdi. Konfrans bitdi. Dünən də çox önəmli bir hadisələr oldu. Tofiq Yaqublu mükafatlandırdı. O mükafata 60 namizəd var idi. Tofiq Yaqublu Leyla Yunus tövsiyə etmişdi və nəticədə Tofiq Yaqublu bu mükafata layiq oldu. Elə çox maraqlı proseslər gedir. Bizi izləməyə davam edin. Qoşulun bizim sıralarımıza. Birlik nümayiş etdirək. Fərqi yoxdur hansı qüvvələr olur olsun. Əsas olaraq demokratik qüvvələr, demokratik və müxalif qüvvələr olsun. Qoşulun Xalq Parlamentinə, müqavimət hərəkətinə, ya da partiyalarda aktivləşək. Gözəl partiyalarımız var. Birlik vaxtıdır. Sağ ol.